Yay aylarının ən ləzzətli yeməklərindən biri olan qazan kotletini hazırladım. Ət üçün həm mal əti və qoyun əti istifadə elədim. Ətə əlavə olaraq 2 ədəd soğan, duz, istiot və bol paprika, 2 ədəd də yumurta əlavə edib qaçdırdıqdan sonra kotlet forması verdim və kərə yağında ilk öncə mən kotletləri belə qızardıram. Daha sonra isə 2 ədəd böyük soğanı kərə yağında biraz qovurub üzərinə 3 ədəd şirin yaşıl biber əlavə etdim. Xırda şəkildə doğranmış. Bir yerdə yenidən qovurdum. Onun da üzərinə qızartdığım kotletləri əlavə edirəm. Üzərinə kartofları əlavə edirəm. Məndə kartofların bəziləri balaca idi. Çünki bağdan, həyətdən yığmışdıq. Organik idi. Ona görə olan kartofları istifadə elədim. Balaca, böyük şəkildə. Və üzərinə 3 ədəd böyük pomidoru da halqa şəklində əlavə etdikdən sonra üzərinə biraz su əlavə edib qapağı örtülü şəkildə bişirirəm və bişənə yaxın üzərinə duz, istiot və bol paprika əlavə edib qaçdırıb servis edirəm. Və mən bu kotleti anamın köhnə qazanında bişirdim. Bu qazanda yeməklər xüsusilə ləzzətli alınır və hər dəfə bu qazanda yemək bişirdikdə uşaqlığım yadıma düşür. Bir sözlə hədsiz ləzzətli alındı və siz necə qazan kotleti sevirsiniz? Sevirsinizsə yorumlarda öz fikirlərinizi bölüşməyi unutmayın. Fikir olsun deyə paylaşdım. Əgər hazırlamaq istəsəniz siz də hazırlayıb